Şamxal dərgahını təqdim edir. Ben bu şiiri çoktan yazmıştım. Şükür ben o şiiri yazanda torpaqlarımız işğaldaydı ama şükür düğünleri Müzəffər Ali Başkomandan şanlı ordumuz ve Azerbaycan xalqının bir yurtta birleşerek o torpaqları işğaldan azad edildiler. Yine bir gidip çıkaydık bu dağlara, qaydaydı bu evvelki çağlara. Alaçığı yol üstünde quruyduq, dirsəklənib söykəniydi dağlara. Duraq üstə çatılıydı ocaqlar, dövrəsində oynayaydı uşaqlar. Yenə dönüb o bəxtəvər günlərə, ayaq yalın durmalıydıq dağlara. Nərdivandan uzun yola qalxaydıq, Muxtəkəndən Dəli dağı aşaydıq, Dəli dağdan işıqlıya baxaydıq. Duman olup bürüneydik dağlara, Kəlbəcərdən İsti suyunaydik, Sultan Heydər bulağından içeydik, Nəsir düzü Ağsayda geçeydik, cığır olup dolanıydık dağlara. Vaxt gələcək, qaydacaq o çağlar, yenə bizim olacaqdır bu dağlar. İlqar gelip ocaq taşır bucaqlar, qurbanını götürərik dağlara. O günlər qismət oldu.
Şamxal dərgahı təqdim edir. Burada